Mingəçevir əmlak izləyiciləri, səhifəmizə xoş gəlmişsiniz. Bugün sizə Mingəçevir şəhərində Şəhidlər Xiyabanına yaxın ərazidə Qədroğlu Supermarketin yanında belə bir gözəl təmirli 2 otaqlı Leningrad proyektli mənzil təqdim edəcəm. Mənzilimizin qonaq otağı hesab olunur. Gördüyünüz kimi yeni tipli təmir olunub, təmirdən sonra yaşayış olmayıb. Ev bütöv. Gördüyünüz kimi istipolla hazırlanıbdır. Bura mənzilin koridor hissəsi. Pol hissəsi qranit mərmər, altı isti pol. Bura mənzilimizin yataq otağı hesab edilir. Evin sahibi buranı qonaq otağı kimi nəzərdə tutub. Mətbəxi eyvana çıxardıb yeni tipli studiya mətbəxi hazırlamaq fikrinə düşüb. Kombi aparatı. Mənzil tam keyfiyyətli materiallarla təmir olunub. Qapılarına baxanda hiss olunur. Buradan 3-cü yataq otağına keçid edirik. Leningrad proyekt 2 otaq 3-ə düzəlmədir. Gördüyünüz kimi buranın da təmiri gözəl vəziyyətdə. 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Sənəd çıxarış, ipotekaya tam yararlıdır. Bura sanitar qovşağı, duş kabinin hazırlanıb. Bu hissədə hamısı isti poldur. Burası ayağı olsun. Dediyim kimi Leningrad proyekt 55 kvadrat metr sahəni əhatə edir. Koridor hissəsindən tutmuş, hər yerinə kimi isti polla döşədilib. Belə bir gözəl proyektdə hazırlanıb satışa çıxarılmışdır. Ərazi Qədroğlu Supermarketə yaxın ərazidə 20 yanvar küçəsi, 5 mərtəbəli binanın 5-ci mərtəbəsi, 2 otaq Leningrad proyekt 3-ə düzəlmə. Qiyməti 85.000 manat qeyd olunub, real alıcı ilə razılaşmalıdır. Əlavə məlumatlar üçün aşağıda nömrələr qeyd edəcəm, onunla əlaqə saxlaya bilərsiniz.